Salam, bu günlər sizlərlə ikinci hissə test toplusundan mürəkkəb cümlənin ümumisindən 61-ci testin izahına baxırıq. Burada ömür deyir, düzgün fikirləri istəyir. Ömür deyir, qocalmışam, ürək deyir, yaşa hələ. Gəlin doğrudurlara baxaq. Burada birinci misra intonasiya vasitəsilə əlaqələndirilmiş tabiri mürəkkəb cümlədir. Bu cümlənin tabiri və ya tabirsiz olduğunu necə bilə bilərik? Buraya 2 artıra bildiyimizə görə bu tabiridir və bəli, intonasiya ilə əlaqələndirilir. Ona görə birinci düzdür. İkinciyə baxanda, ikinci misrada müəllifin sözü yalnız baş sözlərdən ibarətdir. Müəllifin sözü ürək deyildi. Deyil, nə? Ürək. Bəli, bu da düzdür. Üçüncüdə vasitəsiz nitqdə xəbər feilin arzu şəklindədir. Vasitəsiz nitq dırnaq içərisindədir. Burada yaşa feilin arzu yox, xəbər əmr şəklindədir. Ona görə 3 səhvdir. İndi burada yanlışları istəyir. Söylədi paçtaryona bir neçə acı kəlmə. Məktub olmasa bir də sən bu həyətə gəlmə. 4-də baxanda vasitəsiz nitqin xəbərləri feilin müxtəlif şəkillərindədir. Burada olmasa sasən şərt, gəlməsə əmr şəklindədir. Düzdür, ona görə götürmürəm. 5-də vasitəsiz nitq baş cümləsi əvvəl işləyən tabiri mürəkkəb cümlədir. Burada sasən olduğuna görə birinci blok ikinci baş cümlə olmalıydı. Amma burada baş cümləsi dediyinə görə bunu götürürəm. 6-da müəllifin sözündə söz sırasına əməl olunub, feil olunmuyor. Əgər olmunsaydı, paçtaryona bir neçə acı kəlmə söylədi şəklində olacaqdı. Ona görə 6-da götürürəm. Cavab 1, 2, 5, 6. Bəli, biz deyirik ki, doğrunun altından doğruları, yanlışın altından yanlışları seçirik. Çox gözəl izah elədin Nuray. Afərin sənə, çox təşəkkür edirik sənə, əla.